Azərbaycanda şərəfli peşələrdən biri də polis peşəsidir. 1918-ci il mayın 28-dən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. 1918-1920-ci illərdəki fəaliyyəti dövründə nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında durmuşdur. Həmçinin cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin qorunması sayəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, daima respublikada əsayişin, əmin-amanlığın keşiyində dayanmışdır. Onu da qeyd edək ki, ilk dəfə Azərbaycanda 10 aprel 1840-cı ildə Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinin tabeliyində ictimai əsayişin qorunması və cinayətkarlıqla mübarizə məqsədi ilə Bakıda polis şöbəsi yaradılıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən təşkil edilmiş 1-ci hökumətin Fətəli xan Xoyski Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də Daxili İşlər Naziri vəzifəsini icra etməyə başlayır. Cümhuriyyətin süqutundan sonra Sovet Azərbaycanında polis sözü milis sözü ilə əvəz edilir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSR Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. 1-ci Qarabağ müharibəsi başlayan zamanlarda Qarabağda əsayişin keşiyində dayanmış milis dəstələrindən ibarət əsayiş keşikçilərinin 60 nəfəri Azərbaycanın milli qəhrəmanı adına layiq görülür. 86 nəfər Azərbaycan bayrağı, 247 nəfər isə digər medal və ordenlərlə təltif olundu. 1992-ci ildə Azərbaycan müstəqillik əldə edəndən sonra milis sözü polis sözü ilə əvəz olundu. Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır. 24 may 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən Azərbaycanda hər il 2 iyul tarixi polis günü kimi qeyd edilir. Bildirmək istəyirik ki, Daxili İşlər Nazirliyinin bütün struktur bölmələrinin polis əməkdaşları gecə-gündüz demədən xalqın, vətənin və dövlətin keşiyində dayanaraq xidmət aparır. Polis əməkdaşları apardıqları xidmət zamanı bir çox terror və cinayətlərin qarşısını almış, cinayətkarları qanunvericiliyə uyğun olaraq zərərsizləşdirmişlər. Qeyd edək ki, polislərin peşə fəaliyyəti o qədər də asan deyil. Çünki verilən tapşırıqları vaxtında yerinə yetirmək, cinayətkarı yaxalamaq, terror qruplaşmanı vaxtında zərərsizləşdirmək, polislərə tapşırılan obyektlərdə, banklarda, metropolitenlərdə ictimai əsayişi qorumaq, yol hərəkət qaydalarını pozanlara nəzarət etmək, narkotik maddələrin istifadəsinin və alış-satışının qarşısını almaq, insan alverinin, kiber cinayətkarlığın və cinayətlərin vaxtında qarşısını almaq, ictimaiyyətə məlumat vermək birbaşa polisin üzərinə düşən vəzifə borcudur. Bugün polislərimizin peşəkar fəaliyyəti sayəsində Azərbaycan xalqı rahat və firavan yaşayır. Bu isə bu minvalla Azərbaycan Respublikasının polislərinə təşəkkür edir və peşə bayramlarını təbrik edirik. Bayramınız mübarək, Azərbaycan polisi. Bugün 2 iyul polislərimizin peşə bayramı günüdür və bu gün münasibəti ilə bütün polis nəfərlərini təbrik edir, onlara işlərində, xidmətində müvəffəqiyyətlər və uğurlar arzu edirik. Təbrik edirəm. Hər daim belə yanımızda olsunlar. Onlar olmasa bilmirəm necə olur dövlət. Yəni bir daha təbrik edirəm. Allah hər bir peşəkarların əməyini yerdə qoymasın inşallah. Hər birisilərimizin də onun kimi şəhid ailələrinə Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin inşallah. Polislərin də orada əhəmiyyət çoxdur. Hər birinə can sağlığı, uzun ömür arzulayıram. Mən özümə bir polis olmaq istəyirəm, gələcəyim bir polis olmaq istəyirəm da. Bütün Allah polislərimin canı sağ eləsin. Onların sayəsində belə rahat gəzirik. Polis əməkdaşları əlbəttə polis bizim üçün əzizdir, o orqan, o sistem. Çünki onlar bizim daimi sayıqlığımızı qoruyurlar. Məsələn, onlar olmasalar çox proseslər baş verə bilər. Əlbəttə polis lazımdır, onların olması bizim hər birimiz üçün, hər bir vətəndaş üçün olan böyük müsbət keyfiyyətləri var. Onlar öz vəzifələrini yerinə yetirdikcə rahatçılıq, əmin-amanlıq, sakitçilik olur. Azərbaycan Polislər Günündən içdən diləklərimlə qutluyorum. Rabbim Türk polisinə, Azərbaycan polisinə hər zaman birlik və bərabərlik anlayışı versin ki, zaten onlar
olmazsa güvenliğimizi koruyacak, bizim güvenliğimizi koruyacak başka neferler yoktur. Rabbim Türk Polis Teşkilatı'nı, Azerbaycan Polis Teşkilatı'nı daim kılsın. Yani her zaman yanımızda olmasını arzuluyorum. Çok teşekkürler, sağ olun. Əlbəttə ki, polislərimiz olmasa yəqin ki, qanun qayda da olmaz. Təbrik eləyirik. Uzun ömür. Təbrik eləyirik. Bizim polisləri bizim həmişə müdafiəmizə dayanıbdılar. Allah canlarını sağ eləsin. Peşə bayramları mübarək.